Bu avtomobilləri günün altında çox saxlamaq ziyandır. Elədirmi? Bax, bu gözəl bir sualdır. Mən sizə izah edirəm. Ümumiyyətlə olaraq heç bir avtomobil günün şüalarının altında saxlamaq qadağandır. Bu qətiyyən olmaz. Səbəb nədir? Maşın bilmədən olub ki, dəfələrlə olub. Avtomobildə heç bir elektroniki cəhətdən müdaxilə olunmadığı halda avtomobil alışıb yanıb. Digər avtomobillərdən danışıram sizə. Adi yandıran avtomobildə qalır günün altında, günün şüası vurur, partlama baş verə bilər. Adi dezodorant ətirlərdə qızma ola bilər, partlama, alışma baş verə bilər. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür və salonun dəriləri deyərəm ki, istilik baxımından sıradan tez çıxır. Gün altında qalanda avtomobilin boyasına ziyandır. Bu bütün avtomobillərə aiddir. Amma bu maşınların batarya ilə təchiz olunduğu üçün mən məsləhət görərəm ki, digər avtomobillərə baxanda daha çox qayğı, daha çox sevgi belə deyim, bəsləsəz daha sevinmiş olaram.